Salam olsun məni izləyən 8-9 nəfərə. Axırıncı videonu atdım, bir gün ərzində 8 nəfər izləyib, biraz ona görə qəribə gəldi. Yəni amma video çəkib atmağa davam edəcəm. Bu axır vaxtlar biraz çox işlədim, biraz çox qaça-qaça düşdüm. Yəni artıq yeni ilimizdə girib 2026-ya girmişik biz də. Yəni bu videonu yeni il vaxtı 2 yanvarda çəkirəm. Yəni həyatımın belə deyim ən mənasız yeni il oldu deyə bilərdim. Yəni mən o qədər yeni ilə falan fikir verən deyiləm, ay nə bilim, yeni uğurlar, yəni sadəcə gün dəyişir və yəni insanlar beynində yeni il kimi qeyd edirlər. O problem deyil, yəni qeyd edə bilərlər. Hər kəsin öz fikirləri və düşüncələri var. Amma mənim üçün həyatımın belə deyim ən mənasız yeni il keçdi. Yəni o qədər mənasız idi ki, işləyirdim, eləyirdim. Xəbərim belə yox idi ki, yəni yeni il zamanıdır. Yəni 28-i bilirdim mən. İşdə mənim başım qarışır, bu qədər başqa şeylərə odaqlanmışam ki, yəni elə bilirəm ki, ayın 28-idir. Yəni restoran meneceri deyəndə ki, sabah yeni ildir, yəni yeni il zamanıdır. 31 dekabrdır. Biraz qəribsədim, dedim 31 dekabr, yeni il artıq girir dedim. Dedi oyan şövqi, oyan. Həqiqətən həyatımın ən mənasız yeni ili deyə bilərdim. Həm də biraz gəldim evdə, əsəbləşdim elədim, yəni. Biraz kiçik, balaca bir problem yaşadım bir otaq yoldaşımızla. Aramızda həll elədik, yəni kişiyik, 4 dənə kişini bir otağa salsan, belə problemlər olacaq, yəni normal bir şeydir. Yəni, əsgərlik görmüş adamıq, yəni, 90 nəfərlə bir kazarmada qalan adamıq. Yəni, hər şeyi öz aramızda həll etməyi də bacarmalıyıq. Yəni, sonra oturduq, söhbətləşdik, elədik, amma yəni, yeni ilə belə deyim, bu divanda tək oturub divara izləyərək keçirdim. Yəni, bu arada bu hər bir insanın yaşamalığı, yəni hər bir insan deməyim, hər bir kişinin yaşamalı olduğu bir şeydir. Yəni, oturub yalnız qalıb həyata odaqlanmaq və həyatı sorğulamaq. Yəni, amma depressiyaya düşmək yox, vəziyyətdən necə çıxa biləcəyini sorğulamaq çox gözəl bir şeydir. Nəsə bunu çox əstirməyim, yəni qolum da ağrıdı bunu tutmaqdan. O qədər idman da elədin, çiynin ağrıyır, yəni külsənin başı var. Yəni bəs bu qədər lateral raise-də, shoulder press-də nəyə yaradı, onu bilmirəm artıq. Nəysə, dedim bu günlərdə belə bir video çəkeyim. İndi birazdan yenə yulafımı yedim. Yulafı yeyəndən sonra idmana getmək fikrim var. İdmanımızı eləyək orada biraz. Gedək kuxniyə qoyaq, rahat danışaq sizlə. Yəni idmana gedəcək, sonra idmandan sonra gedərik bir dənə, bu Kuveytdə bir dənə yer var, KFC kimi yerdir, ancaq toyuq verirlər. Gedərik orada bir dənə toyuq yeyərik, toyuqla düyü. Yəni grill chicken, chicken breast, boneless. Boneless deyəndə şey yadıma düşdü. O Vikingdə bir dənəsi var, qışqırır. Falan filan deyə. Nəysə. Gedərik orada biraz idman eləyərəm. İdmanı bilmirəm, çəkərəm ya çəkmərəm. Çünki mən idmanı full focus davam eləmək istəyirəm. Naşkin qoyuram, yəni sadəcə bunu bir reabilitasiya kimi edirəm. Yəni mentalımın dincəlməsini istəyirəm, yoga kimi. Bu arada saç stilimi dəyişdim. Yəni məncə yaxşı olub. Full 360 göstərim sizə. Məncə yaxşı olub. Çünki bir tərəfə eləyəndə bu tərəf çox şiş qalırdı, yəni belə sanki dağa oxşuyurdu. Yəni ona görə dedim bu iki tərəfli belə eləyim. Həm də bu saçımı da uzatmaq istəyirəm, yəni bu biraz uzun saçla gəzək, yəni xoşuma gəlir həmişə. Uzatmaq istəmişəm, amma bir vaxtdan sonra ürəyim sıxılıb kəsdirmişəm. Amma bu dəfə saçımızı uzadacağıq. Nəysə, yəni belə bir yeni ilə belə bir girdik. Amma xoşbəxtəm. Nəyə görə xoşbəxtəm? Çünki inkişaf elədiyimin fərqindəyəm. Yəni həyatda həmişə ona necə deyərlər, yəni inkişaf etdiyimi bilmək mənim üçün çox yaxşı bir şeydir. Çünki insanlarla fərqli bir dildə ünsiyyət qurmaq, insanlarla fərqli bir dildə danışmaq çox gözəl bir şeydir. Yəni bu konfor zonundan bir kənarda olmaq, bir gənc olaraq, bir insan olaraq həqiqətən insanın öz üzərində inkişafını görmək çox gözəl bir şeydir.
Yəni inşallah hər kəs də bunu gələcək həyatında yaşaya bilər. Yəni fərqli bir ölkələr görmək, fərqli bir insanlar tanımaq, özünü inkişaf elətdirmək, bunlar çox gözəl bir şeydir həqiqətən. Yəni sağlam olduğunun fərqinə varmaq, yəni pis vərdişlərdən uzaq olduğunu bilmək, yəni heç kimə qarşı pisliyin olmadığını bilmək çox gözəl bir şeydir həqiqətən. Yəni düzdür, səhvlərimiz varmı? Var. İdeal insan yoxdur. Yəni biz də səhv edirik, səhv edəcəyik də. Amma çalışmaq lazımdır ki, o səhvlərini düzəltmək lazımdır. Nəysə, çox danışmayayım. Biraz hazırlaşım mən də, yeməyimiz adımı yeyeyim. Yemək yedim, biraz da fıstıq əzməsinin üstünə, çörəyin üstünə fıstıq əzməsi yaxıb, üstünə biraz bal vurub, onu yeyeyim. Yəni fıstıq əzməsini həm yulafa atıram, həm çörəklə yeyirəm. Gələndən sonra yumurta yeyəcəm. Yox, birinci gedəcəm restorana, ondan sonra yumurta yeyəcəm. Ondan sonra sizlərlə danışarıq. Özünüzə yaxşı baxın. İndi hal-hazırda zala gedirəm. Gedim. Bu günləri biraz pull day işləyəcək. Yəni əsasən kürək əzələsi, biceps vəzəlləri işlətməyə çalışacağam və biraz da çalışacağam quruşada zərbələri işləyim, biraz kardiyo olsun deyə. Biraz Kuveyt haqqında danışım sizə. Kuveyt deməli dünyanın ən zəngin, ən zəngin deməyim, ən dəyərli pul vahidinə sahibdir. Yəni bir Kuveyt dinarı hardasa 3.3 dollar edir. Yəni 3.3 dollar edir. Amma burada xarici insanlara qarşı biraz mən ədalətsizlik görürəm. Nə mənada? Məsəl üçün qıraqdan işçi gətirirlər, məsəl üçün Azərbaycandan və yaxud da ki, digər ölkələrdən işçi gətirirlər. Sizin milliyyətinizə görə pul verirlər. Yəni belə deyim. Yəni bu da adamı biraz pis hiss elətdirir. Nəyə görə? Çünki məsələn sən Azərbaycandan gəlmisən, sənə verir bu qədər pul. Hindistandan gətirir məsəl üçün, atıram Azərbaycandan mən gəlmişəm. 350 dinar sənə pul verir. 350 dinar pula məsəl üçün Hindistandan gələnə isə verir 120 dinar. 110 dinar. Yəni məsələn başqa Avropadan falan gəlsə daha çox verir, yəni başa düşürsüz necə? Yəni insanlar həqiqətən bu cəhətdən mən bu Kuveytin bu yanını bəyənmirəm. İkinci bir məsələ isə yəni bu öz milləti çalışırlar ən rahat işlərdə çalışmağa. Yəni okey, burası yaxşı bir şeydir. Yəni dövlət öz millətinə pulu verir. Amma nə tərəfdən pisdir? Məsələn sən gəlmirsən bura, qıraqdan gəlmirsənsə buranın vətəndaşı ola bilmirsən. Burada məsələn 20 il də qalsan, 40 il də yaşayıb qalsan, buranın vətəndaşı ola bilmirsən. İkinci məsələ məsəl üçün əsasən də bunu bizə qarşı yox, məsəl üçün Azərbaycanlılara qarşı mən hiss eləməmişəm, amma məsələn mənə Azərbaycanlı deyəndə "Vav, Azərbaycanlısan" falan filan deyə həyəcanlanırlar, amma Hindistanlılara qarşı və yaxud da ki, Filippinlilərə qarşı burada çünki bu iki millət çoxdur. Filippinli, Hindistanlı. Hətta mən deyərdim ki, yəni kiçik bir Hindistan, Filippin və Bangladeşdir bura. Yəni bunlara qarşı biraz irqçilik edirlər. Yəni bu da ki, yəni bir müsəlmana qarşı məncə yaraşmır. Çünki bu hansı dində, hansı kitabda yazıb bunu mən bilmirəm. Yəni hansı millət olursun çalışmaq lazımdır ki, yəni daha çox insaniyyətə, şəxsiyyətə hörmət qoymaq lazımdır, nəinki milliyyətə qarşı. Nəysə bu ola bilər indi hər yerdə də bu Hindistanlılar çoxdur, Pakistanlılar çoxdur, Filippinlilər çoxdur. Deyə bilərsən görməkdən beziblər və yaxud da ki ona görə irqçilik, yəni anlamıram, amma düzgün bir şey deyil mənim fikrimizə. Qaldı ki yəni yenə deyirəm, yəni Azərbaycanlılara qarşı ən azından mən bunu hiss eləməmişəm. Yəni Azərbaycanlı deyəndə yəni biraz üzlərində gülüş olur ki, Azərbaycanlıdır bu. Rahatlama olur elə bir sanki. Axır ki Azərbaycanlı işləyir bizim ölkədə falan. Amma digər milliyyətlər olsun, Hindistanlı, Pakistanlı, Bangladeşli, yəni məncə bunlar da ki, yəni öz seçimləri olmayıb. Yəni bunların öz əlində deyil ki, yəni bu ölkədə doğulmaq. Onlar da istəyir ki, yəni Avropada doğulsun və yaxud da daha yaxşı bir ölkədə. Yəni Allah onu o ölkədə yaradıb, o ölkədə doğulub böyüyüblər. Yəni bu demək deyil ki, sən onlara qarşı fərqli bir tavır göstərməlisən. İkinci bir məsələ isə burada tip mədəniyyəti, çayvoy mədəniyyəti falan yoxdur qardaş. Yəni mən həqiqətən nə mənada? Məsələn adam gəlir
200-300 manatlıq, yəni bizim pulla 200-300 manatlıq yemək yeyir. Və yaxud da gəlir, məsəl üçün keş verdi bir dəfə, yəni 200 manatlıq yemək yedi, keş verdi pulu. Xırdalatdırdım, adam yəni bildiyin onun üzərindən, yəni vermək məcburiyyətində deyil, sadəcə bu bir mədəniyyətdir məncə, çayvoy mədəniyyəti, yəni bu digər ölkələrdə var. Yəni sənin necə deyim, bir ofisiantın sənin masava yaxınlaşıb, onun sənə xidmət, servis göstərməsinin necə deyim, daha yaxşı nümunəsidir. Yəni ki, sən onu dəyərləndirirsən, hədiyyələndirirsən, belə deyim. Amma məsəl üçün, yaxşı xidmət edirsən falan filan, axırda adam gəldi, qəpiyini belə götürdü. Yəni oradan yəni qəpiyini belə orada qoymadı. Yəni, bu biraz pis hiss elətdirmədi deyil. Açığı deyim, yəni biraz mən sənə o qədər xidmət elədim, yəni yeməyin necə olub olmadığını soruşdum. Yəni o sonda gəlib o qəpiyi də götürməyin biraz pis çıxır, hörmətsizlik kimi çıxır, açığı deyim. Nəysə, yəni belə bir yönləri var. Səsküyə bax, maşın səsi 100% düşür ora. Yəni belə bir mədəniyyətləri var. Yəni belə deyim, varlı ölkənin, bu qədər zəngin bir ölkənin, yəni belə bir mədəniyyətinin, yəni çayvoy mədəniyyətinin olmaması, digər insanlara qarşı x kimi yanaşması ki, yəni mən bunu Azərbaycanlılara qarşı yenə deyirəm, bu yaşadığım müddətcə görmədim. Amma digər insanlara qarşı olduğunu gördüm. Yəni digər milliyyətlərə qarşı. Yenə deyirəm, bəlkə də belə. Çünki siz qərar vermisiniz, siz gətirmişsiniz onu bu ölkəyə. Yəni bu sizin siz işləmək istəmirsiniz. Belədir ki, əgər bəyənmirsinizsə də, yəni gedin özünüz işləyə bilərsiniz, yəni o işləri, əgər bacararsınızsa. Yoxsuz mən kral kimi yaşayacağam, belə olacam, elə olacam, amma bu həqiqətən yenə deyirəm, mən də müsəlmanam, amma bu müsəlmançılığa yaraşmayan bir şeydir. Yəni başqa bir millətin alçatmaq, başqa millətə qarşı belə ön yargılı yanaşmaq ki, mən hamıdan da görmürəm. Yenə deyirəm, hər şeyin pisi və yaxşısı da var. Amma belə bir şeylərlə rastlaşdığım oldu. İkinci bir məsələ də yəni yenə deyirəm, çox belə gözəl bir ölkədir deyil. Amma yenə deyirəm, əgər heç bir ölkədə xarici olmamısınızsa, burada başlanğıc eləmək çox yaxşı, məntiqli ola bilər. Çünki bəzi şirkətlər sizin evinizi verir. Yəni ev pulu vermirsiniz, amma otaq yoldaşınız olur. Əgər yaxşı bir işə gəlirsinizsə də, yaxşı pulla, yəni yaxşı bir vəzifəli işə gəlirsinizsə də, yəni ev pulu da verə bilər yəni. Amma burada ev zad ala bilmirsiniz, yəni deyim bilərsiniz. Yəni məntiqi də yoxdur məncə. Biraz yaşayıb başqa ölkələrə gedə bilərsiniz yəni. Biraz pul falan yığıb başqa ölkə. Yəni başlanğıc üçün çox yaxşı bir ölkədir. Nəysə, mən indi hal-hazırda idmana gedirəm. Yəni dedim bu haqda da biraz sizlə danışım. Yəni bu Kuveyt haqqında biraz fikriniz olsun, əgər gəlmək istəsəniz gələcək bir həyatınızda, yəni bunları bilin. Əgər başqa işlərdə də çalışmağa çalışsanız, yəni şəriət ölkəsi məncə o qədər şəriət ölkəsi deyil, çünki fərqli millətlər çoxdur. Yəni o qədər də şəriət ölkəsidir, amma bəzi şeylərə diqqət eləməlisiniz mənim fikrimcə. Oldu, indi gedim biraz idmanımı eləyim, çünki mən idmanda %100 fokus eləmək istəyirəm. Fokuslanmaq istəyirəm, yəni burada sahildir, bax, belə bir yerdir. Yəni şansım burası onda gətirib ki, dəniz qırağına yaxın bir yerdə qaldım, yəni o qədər də sıxıcı deyil. Amma bəlkə də bir 3-4 ildən sonra sıxıcı gələ bilər. Yəni 3-4 il qalmaq da fikrim yoxdursa, maksimum 1 il falan qalaram yəqin. Yəni başqa ölkələri görmək istəyirəm, başqa yerlər kəşf etmək istəyirəm, başqa bir mədəniyyət öyrənmək istəyirəm. Ona görə başlanğıc üçün bura yaxşıdır. Yəni ya bəxtimdən yəni biraz yaxşı yerdə qalıram. Yəni biraz sahil qırağındadır yerim, coffee shoplar falan. Yəni restoranlar biraz bahadır, açığı deyim, amma ərzaqlar məncə Azərbaycana yaxındır. Çox da baha deyil yəni. Oldu, nəsə yenə də çox danışdım. Çox danışmayayım, mən gedim idmanımı eləyim. İdmandan da sonra inşallah bir dənə yer var. KFC kimi bir yerdir, amma yəni məncə daha keyfiyyətlidir. Yəni toyuğu grill eləyirlər, düyü ilə falan verirlər. Dadlı bir yerdir. Yəni dünən də yedim, 2-3 dəfə yemişəm, bəyənmişəm ora. Həm də çox baha da deyil. Yəni bizim puldan 10 manat, 12 manat puldur. Yəni gedib orada düyü yeyəcəm. Nəysə, danışarıq sonra. Hal-hazırda zaldayım.
pul dəyişdirəcəyik bu günləri. Birinci turniklə başlayacağam. Yəni kürək hərəkəti, pul deyə nə deməkdir? Kürək biceps, şey dartmaq. İtələmək yox, dartmaq, özünə tərəf dartmaq hərəkəti deməkdir. Bu günləri turniklə başlayacağım. Sonra set turnik eləyəcəm. Yəni həm bədənimi daha yaxşı kürək hərəkətinə hazırlamaq üçün bütün hərəkətləri 2 set işləyəcəm. 2 setdən artıq məncə ehtiyac yoxdur. Yəni boş-boşuna stresə salmaq lazım deyil əzələn. Həm də toparlanması da var bunun. Ona görə bütün hərəkətləri 2 setdən 6-8 təkrar arası işləməyə çalışacağam. Turnikdən başlayıram birinci. Turniki maksimum eləməyə çalışacağım indi. Onu da çəkib göstərərəm sizə, no problem deyil. Set pull-up'ı qutardım, indi o birisi hərəkətə gedəcəm. Lat pull-down hərəkətinə. O da elə pull-up'ın bir növüdür. Elə pull-up'ı nəyə görə edirəm? Çünki birinci növbədə güc artımında çox gözəl bir hərəkət. İkinci növbədə belin əsnəməsinə. Yəni kürək üçün mən deyərdim ən yaxşı hərəkətlərdən biridir. Ən yaxşı bunu sorğulan, əzələ kütləsi artımı üçün, amma ən yaxşı deyə bilərəm. Yəni ən sevdiyim hərəkətlərdən biridir. Digərində o bir hərəkəti isə lat pull-down'dur. Onu da 2 set edəcəm. Ondan sonra row hərəkətinə keçəcəm. O aparatda da işləyə bilərəm, sərbəst ağırlıq da işləyə bilərəm. İndi baxacağam görüm burada o row aparatda işləyə bilərəm. T-bar row. Orada yəqin işləyərəm. Ondan sonra cable row işləyərəm. Sonra biceps işləyərəm. Sonra da biraz zərbələrdə quruş işləyərəm. Quruşla işləyərəm. Ondan sonra söhbəti bağlayarıq. بعدين راح الدكتور ولا يقول له نفس الكلام سواء التحاليل طلع عنده نقص فيتامين د نقص حديد بالنسبه حق العظام قال له خذ بي 12 قال له قلت له انا خذ 4 مستوى ويقول لنا عادي بيسال Hal-hazırda gəldik restorana. Yeməyə gözləyirəm, görüm. Sifarişi verdim artıq. Hardasa 2 dinara yaxın pul tutdu. 1.950 dinar, hardasa 6 dollar, 6.6 dollar falan pul tutdu. Restoran belə bir yerdir. Ümid edirəm tez gələr, çünki hal-hazırda başım işləmir. Yəni həqiqətən acılıqdan başım işləmir, çox danışa bilmirəm. Nəsə yemək gələndə davam edərik. Özünüzə yaxşı baxın. Yemək vaxtı görüşərik. Gördüyünüz kimi yeməyim də gəldi. Pepsi Zero. Bu sarımsaqlı mayonezli, bu da barbekü sosu. Bu tatlılığını edəcəm sizə. Of. Gördüyünüz kimi belə bir şey. Nəysə mən bunu yeyim, sonra yenə danışacağım sizdən. Nəysə yeməyimizi də yedik. Restorandan çıxdıq. Bayaqları videonun düzünə çəkdim, onu sildim. Təzədən videonu çəkirəm. Yemək necə idi? Super idi, xoşuma gəldi. Yəni, qiyməti də ucuz idi.
6.6 dollar idi. Yəni buraya görə ucuzdur. Azərbaycana görə bilmirəm nə tər idi, amma bura görə ucuzdur. Nəsə indi gedirəm evə, çiməcəm. Sonra da yıxılıb dombalıb yatacam. Yəni başqa heç bir şey eləməyəcəm. Yəni belə də maraqlı bir həyat tərzi də gözləməyin məndən. Yəni olanım budur. Yəni başqa nə edə bilərsən ki bu ölkədə? Zağı yemək yeyəsən, idmana gedəsən, idmandan gələsən, arada gəzəsən. Bir də bütün günü gecə gündüz işləyirsən. Başqa heç nə. Nəysə, söhbəti çox uzatmayım. Özünüzə yaxşı baxın. Sağlıcaqla qalın. Sağ olun.